Bir gün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yuxarı kəndlərdən birindəki bazardan keçdi. Səhabələri də onu müşayiət edirdi. Bu əsnada o, qulaqları olduqca qısa, ölü bir çəpişin yanından keçdi və əyilib, onun qulağından tutub, səhabələrindən soruşdu. Hansı biriniz bir dirhəm verib buna sahib olmaq istəyər? Onlar dedilər, bir dirhəmdən də az, bir şey müqabilində belə o bizə lazım deyil. Biz onu nəyə istifadə edəcəyik ki? Peyğəmbərimiz yenə soruşdu. İstəyirsiniz, havayı olaraq o sizin olsun. Onlar yox dedilər. Peyğəmbərimiz bu sualı 3 dəfə təkrar etdi. Onlar isə belə cavab verdilər. Yox, vallahi ki istəmirik. Əgər bu çəpiş diri olsaydı, o qüsurlu hesab olunardı. Çünki o, qulaqları olduqca qısa heyvandır. Üstəlik, ölü olması necə? Onda Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dedi, vallahi ki, bu dünya Allah yanında bu çəpişin sizin üçün dəyərsiz olduğundan daha dəyərsizdir.